Bir maşın seçməmişdən qabaq mən dünya forumuna girirəm. Forumlarda onun haqqında bir rəylərə baxıram. Bu maşın satılıb 10.000 ədəd, hansı problemləri əmələ gəlib, nə problemləri var, nə çətinlikləri var, bizim ölkəyə uyğundumu, uyğun deyildimi, hətta klimatı belə, mövsümü belə ona uyğun seçirəm. Maşınlar çünki Avropa istehsalı, Amerika istehsalı, Yaponiya istehsalı, bunlar belə boşu-boşuna olunmur. Mən uzun müddət çox sərfiyyatı olan bir nəqliyyat vasitəsi idarə eləmişəm, BMW. Mənim ayda 1500-2000 manat hələ normal sürüşlə sürsəm benzinə pulum gedirdi. Hələ yağını, sərfiyyatını demirəm bunların hamısını. Mən daha sonra hesabladım ki, mən bu maşını niyə sürürəm? Daha sürətli və daha olduğuna görə, idman üslubunda olduğuna görə. Oturdum, araşdırdım, elektrik maşınına keçməyə qərar verdim. Mən oturdum, fikirləşdim ki, mən bu maşını 12 ayda 20.000 ekonomi eləmişəm manatla. Bəs sən? 12 ayda 20.000. Mən hələ də ekonomi eləyirəm.